Hamıya salamlar, əziz, hörmətli və dəyərli izləyicilər. Belə bir ev çıxıb satışa sizlərə təqdim edirəm. Hal-hazırda şəkilləridir və bir neçə gündən sonra isə videonu yerləşdirəcəm. Ev haqqında məlumat verəcəm. Deməli, ev 2017-ci ildə Kənd Əhmədidə tikilib. Apartment tipli binadır, 3 mərtəbəli binadır. Ev isə yerləşir 2-ci mərtəbədə. Ev gördüyünüz kimi əşyalı satılır. Onu vurğulayım ki, evdə gördüyünüz hər bir şey qalır. Stol, stul, yataq, şkaflar, hər bir şey evdə qalacaq. Sadəcə olaraq evdən 3 əşya çıxacaq. Soyuducu, televizor və ola bilsin kreslolar çıxdı. Qalan hər bir şey, paltar, yuna kimi hamısı evdə qalır. Və onu vurğulamaq istərdim ki, gördüyünüz kimi 3 otaqlıdır, orta təmirlidir, yüngülvari asfalt eləmək lazımdır. Zalın öz ayrıca balkonu var və həmçinin də ki, mətbəxin özünün ayrıca balkonu var. Ev gözəl yerdə, yaxşı yerdə yerləşir. Deməli, evin yaxınlığında poçt var, bağça var, poliklinika var, mağazinlər var. 1 dəqiqəlik məsafədən avtobus keçir. Ev, yəni piyada metrodan evə 10 dəqiqəlik məsafədə yerləşir. Maşınınız varsa maşından 3 dəqiqəlik yoldur. Ev, yəni qıraqda, bucaqda deyil, yaxşı yerdə yerləşir. İstəyən olsa, kiməsə maraqlı olsa, mənimlə əlaqə saxlasın və ətraflı məlumat verəcəm. Evin qiyməti isə 87 minə deyilir və təbii ki, endirim olacaq.